Hə dostlar, növbəti günəş və dəniz vannasını qəbul eləmək üçün buradayam. Yaz gəlir. Hava yarım günəşlidir. Qəşəngdir. Külək get-gedə güclənir. Adamın bədəninə dəydikcə külək fərəh verir. Bəli, dostlar. Bədənin belə başa düşürəm ki, tasarlanmış funksiyasını bərpa eləmişəm. Yəni yaradılışdan bizim belə bir funksiyamız var. Biz təbiətlə ünsiyyətdə olmalıyıq bədənimizlə. Və bədənimiz bir günəş batareyası kimidir. Buludluq olsa da zaryadka yığır və axşam işıqlandırır. Biz də paltarlarla örtülü qalır bədənimiz kimyəvi paltarlarla. Ona görə bu funksiyanı itirmişik. Amma hər gün belə açıq havada, günəşdə, buludda, soyuqda olmaqla biz öz funksiyamızı bərpa edirik və buludun arxasından enerji alırıq. Onunla aktivitelər edə bilirik. Çox da yeməyə ehtiyacımız olmur o olanda. Ona görə də hamınıza aktiv olmağı, sabahki bazar günü keçiriləcək qaçışımızda iştirak eləməyi və maksimum az paltar geyinməyi məsləhət görürəm.